Qocalar evi deyilən kimi, qocalar evinin adı çəkilən kimi, qocalar pansionatının adı çəkilən kimi hamı bilir ki, Bilgəhdə yerləşən qocalar evindən danışırıq. Çünki ora insanların ən kövrək, ən duyğulu, ən incə yeridir. Çünki bir çoxumuz, elə hər birimiz o qocalar evinin adi fotosunu görəndə, orada yaşayan qocalarla bağlı hansısa məlumat alanda həmən heyfslənirik, həmən ürəyimizdə bir ağrı yaranır ki, ağrı bir keçir ki, niyə görə onlar oradadır? Niyə görə onların evladı yoxdurmu? Övladları onlardan imtina edib, ya onlar övladlarından imtina edib? Fərqi yoxdur. Ya belə, ya belə. Yəni hadisələr baş verib. Orada mən son vaxtın statistikasını deyirəm, 240 nəfər sakin yaşayır orada. Bəlkə də azalıb, bəlkə də çoxalıb, amma mən burada qeyd etmişəm, ona görə göstərirəm. Qocalar evində nə baş verir? Və qocalar evində Qal adlı bir qadın var. Kordur. Uzun illərdir orada yaşayır. Qala. Mən istərdim ki, təqdimatı elə verim ki, hamınız bilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Sosial Xidmət Agentliyinin, bəli, bu qocalar evi də məhz müharibə və əmək əlilləri üçün pansionat onun nəzdindədir. Yəni Sosial Xidmət Agentliyi daima qocalar evini nəzarətdə saxlayır. Hörmətli Sosial Xidmət Agentliyi və onun rəhbəri əvvəl Vüqar müəllim idi. İndi maraqlanmadım kimdir. Mən birini çox buranla bağlı, Samirə Mehdiyevlə bağlı, nə bilim nələr çox qeydlər etmişdim, demişdim, faktlar da göstərmişdim. Hər dəfə də dedim ki, Samirə Mehdiyeva, gedin verin mənim məhkəmə, gedin məni verin polisə, yalan danışırsan, vermədim məhkəməyə. İndi mən bilmirəm, bundan sonra bəlkə siz məni məhkəməyə verəcəksiniz, amma mən faktlarla danışıram. Burada bir Qal adlı qadın yaşayır, hörmətli Sosial Xidmət Agentliyi. Burada Qal adlı bir Qaliyada deyirlər, Qala adlı yaşayır. Uzun illərdir burada yaşayıb. Onun gözləri görmür. Onun kartı var. Bu qadının kartı var. Deyir ki, mən illərlə işləmişəm, sonra da təqaüdə çıxmışam. Özümün pulumdur. Bu adamın, bu Qalanın kartını, şəxsi bank kartını, hansı ki ona karta onun pensiyası təqaüdə oturur. O kartı rəhbərlik. Daha doğrusu burada Xəzangül kimdir? Xəzangül, sən kimsən? Sən nəçisən, sənin adını allanır. Tez-tez Qalanın yanına gəlib və deyirsən ki, sənin kartın, hansı ki təqaüd oturan kartın, o kart onun şəxsi kartıdır. Biz onu qoymuşuq xəzinəyə. Gələcəkdə sən öləndən sonra, elə belə də demişsən, öləndən sonra sənin o kartın, yox, kartı oturan pullar sənin oğluna veriləcək. Sən kimsən ki, o qadına bu ifadələri işlədib deyirsən? Əgər doğrudan da onun belə oğlu varsa, doğrudan da, siz gələcəkdə pulu ona niyə verirsiniz? Elə aparsın anasını, sahib çıxsın da. Aparıb anasını, niyə görə siz bu kartı onlardan almışsınız? Hələ mən digərlərindən də danışacağım. Kartı bu qadının əlindən almışsınız. Bu qadın qatıq yemək istəyir, süd yemək istəyir, şirniyyatlar yemək istəyir, meyvələr yemək istəyir. Niyə görə kartını özünə vermirsiniz? Siz kimsiniz ki, aparmışsınız, deyirsiniz ki, xəzinədə saxlamışıq ki, oğluna verəcəyik. Onun əvəzinə ona daş, peçenya alırsınız, ona deyirlər, taxta peçenya alırsınız, 1 kilogram, qoyursunuz qarşısına ki, yi, sus, danışma. Xəzangül, sən kimsən? Burada adı qeyd eləmişəm. Və digər şeyləri də mənə ehtiyacı var, pula ehtiyacı var. Kartından götürmək istəyir bu. Mən başa düşmürəm. Mən hörmətli burada göstərirəm yenə də Sosial Xidmət Agentliyi. Bir bu himayəsiz uşaqlar olan internatlar var. Uşaq evləri var. Təbii ki, hamısına şamil etmirəm. Bir onlar, bir də qocalar və digərləri də var. Bura biznes deyil. Ora rəhbəri təyin edən kimi elə deyir ki, hə, ora mənim biznesimdir. Orada qalan istər uşaqlar, istər böyüklər. Təbii ki, mən uşaq evlərindən, internatlardan, yetimxanalardan danışıram ki, oradakı o uşaqlara da biznes kimi baxırlar. Qocalar evində olan o qocalara da, qoca sakinlərə də biznes kimi baxırlar. Niyə görə? Bu dəfələrlə mən müraciət eləmişəm, demişəm. Niyə bu qadının kartını alıb? Bu Xəzangül kimdir? Xəzangül, sən kimsən? Hə? Sən kimsən? Gəlib qadına deyirsən ki, sənin kartını qoymuşuq xəzinəyə, sən öləndən sonra oğluna verəcək. Elə oğlu var, oğlu aparsın, anasına sahib çıxsın da. Sən belə ağıllı çıxırsan, elə eləmə ki, mən gedim səni məhkəməyə verim.
Qadının kartını özünə qaytarın. Süd getsin alsın, qatıq alsın, şirniyyat alsın, meyvə alsın, qarpız alsın, yemiş alsın. Özü bilər. Siz kimsiniz? Bura biznesdir. Sən biznesiməysən? Niyə görə? Kimi təyin edirlər qocalar evinə? Elə bil ora biznesdir. Hörmətli sosial, yenə də deyirəm, xidmət agentliyi. Qocalar evi nədir? Mərkəzdir. Biznes mərkəzidir ora. Bu qalanın kartını özünə qaytarın. Bir də xahiş edirik. Qalla görüşmək və digər qocalarla görüşəndə orada qocalar evinin əməkdaşlarının onlarla görüşə getməyin. Tək girin o qadınla. Gözqaş eləyirlər, hədə qorxu gəlirlər. Tez tələsik adam yollayırlar ki, danışma, sus, kartın özündədir. Nə bilim, digər nələr. Mən xahiş edirəm. Tək görüşün onlarla. Hörmətli gedəndə sosial xidmət agentliyindən. Mən bilmirəm, bir il bundan əvvəl Vüqar müəllim idi. Milyon dəfə müraciət eləmişəm. Vüqar müəllim təyin edirsiniz. Ora yenə də deyirəm, o qocalar yazıqdır. Hardan, kim, necə pul qazanır, oğurluqla, əgirliklə, neylə özü bilər. Amma qocaların kartını özlərinə verin. Özləri nəsə istəyəndə alın. Bu adam deyir ki, mən taxta peçeniyə istəmirəm. Xəzəngül, səninlə bağlı məndə məlumatlar var. Deyirsən ki, sən pul ver, sən kartı ver, oğluva verəcəyik. İnşallah mənə cavab gələcək, görək necə olacaq. Qallanın kartı özünə qaytarılsın.